Protez ortopedik istehsalat və reabilitasiya mərkəzi əlillərin reabilitasiyası üçün malların satın alınması ilə bağlı tenderə yekun vurub. Bir xəbər media qaynar infoya isnadən xəbər verir ki, tenderin qalibi ZN Trade MMC seçilib. Tərəflər arasında bağlanacaq satın alma müqaviləsinin maliyyə dəyəri 16 milyon 523 min 872 manatdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestri məlumatına görə ZN Trade MMC 9 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Mediada gedən məlumatlara görə isə ZN Trade MMC Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin keçmiş sədri, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsində çalışan Anar Bayramova yaxın şirkətdir. İddia olunur ki, şirkət məhz onun tərəfindən idarə olunur. ZN Trade MMC-nin satın alma müqavilələrində daha çox Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin tenderlərində qalib elan edilməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.